أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين. صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat şeriyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli, bu cüməni istəyirik ailə dəyərlərindən, ailənin təməl prinsiplərindən və ümumiyyətlə ailəni sarsıdan xüsusiyyətlərdən bir neçə kəlmə danışaq. İslamın ailəyə verdiyi dəyər həddindən artıq yüksəkdir. Bunu bilirik biz, hər birimiz müəyyən qədər. Amma çox təəssüflər olsun ki, bilməyənlər də var. Ki, İslam dini bir ailəyə hansı dəyəri verir? Ailənin müqəddəsliyin qorumaq üçün hansı xüsusiyyətləri vacib buyurub, hansı addım və rəftarlara icazə verir və yaxud da qadağan edir. Bunlar hamısı bizim dinimizin gözəlliyi və üstünlüyüdür ki, İslam dini bu üstünlüklərə, bu gözəlliklərə o qədər əhəmiyyət verib ki, din özü bütövlükdə gözəllikdən başqa bir şey deyil. Din hər hansı bir incə nöqtədə belə hansısa bir hökmü deyir, illər sonra, əsrlər sonra insan başa düşür ki, bizim dinimiz bunu nəyə görə deyibmiş. Görürsən, hansısa bir adətlə, hansısa bir ənənə ilə, hansısa bir dönəmdə uyğun olmayan qayda qanun belə dini qayda. Zaman gələndən sonra, zaman keçəndən sonra görürsən necə də gözəl və ünvanı üçün buyurub. Gör necə incəliklə buyurub. Həzrəti Peyğəmbər salavatullah evlənmək məsələsinə çox üstünlük verib. Quran-ı Kərimdə ayələrdən əlavə buyurur Həzrəti Peyğəmbər "Ən-nikahu sünnəti, fəmən rəğibə an sünnəti fəleysə minni." Buyurdu ki, nikah, evlilik mənim sünnəmdir, yəni mənim yolumdur, mənim həyat tərzimdir. Hər kəs mənim bu dediklərim, bu qanunlarımdan çıxsa, bunlara əməl eləməsə, fəleysə minni. Həmən şəxs məndən deyil və mənim ümmətimdən deyil. Fəmən təzəvvəcə fəqəd əhrazə nisfə dinih fəliyyəttəqilləhə fin-nisfil axar. Başqa bir hədisdə Həzrət buyurur ki, evlənməklə dininizin yarısını qoruyun. Deməli, ailə quran insan evlənməklə, ailə həyatı qurmaqla dininin yarısını qorumuş sayılır. Fəliyyəttəqilləhə fin-nisfil axar. Deyir, və qalan yarısını neyiniyim? Deyir, o qalan yarısında da təqvalı ol da. Elə onun üçün ikinci dəfə evlənəndə tamamlanmır, elə bilməyək. Bir dəfə evlənəndə yarımçıq olur, dinin yarısı qorunur, ikinci evlilikdə qalan yarısı tamamlanır, yox, belə deyil. Elə nə qədər evlənirsən evlən, o yarısına aiddir. Yerdə qalan yarısında fəliyyəttəqilləhə fin-nisfil axar. Yerdə qalan yarısın təqvalı olmaqla, Allahdan qorxmaqla, ilahi hökmləri icra eləməklə, Allahın haramlarından çəkinməklə qorumaq lazımdır. Evlənmək, ailə dedik, dəyərdir. Bizim dinimiz dəyərə üstünlük verir. Allah Teala buyurur, hər kəs ilahi şüarları, dəyərləri qorusa, uca tutsa, o qəlblərin təqvasından xəbər verir. Bu qəlblərin təqvalı olmasından xəbər verir. Məsələn, hər hansı bir istər milli, istər dini, fərqi yoxdur.
Hər bir insanın, hər bir cəmiyyətin, millətin dəyərləri var. O dəyərə sadiq olmalıdır insan. Məsələn, bizim milli dəyərlərimiz var, bir də dini dəyərlərimiz var. Baxmayaraq ki, milli dəyərlərimizin də əksəriyyəti dini dəyərlərimizdən süzülüb, gəlib bugünkü günümüzə çatıb. Çünki bizim tariximiz 1400 ildir biz İslamı yaşayırıq, xalq olaraq. Bu balaca bir rəqəm deyil. İslam dini gələndən demək olar ki, bir neçə 10 illik sonra artıq biz İslam dinini qəbul eləmişik və İslamı yaşayırıq. Və bizim adət-ənənəmizə İslami gözəlliklər hopub, nüfuz eləyib. Ona görə bizim milli dəyərlərimizin böyük əksəriyyəti elə dini dəyərlərimizdən qaynaqlanır. Ki, həmin dəyərlərə bir insan sədaqətli olmalıdır. İndi o dəyərləri insan əldə eləmək üçün nə etməlidir? Allah Teala buyurur ki, həmin o dəyərləri insan əldən verməmək üçün öz canın belə versə, canından keçsə, yenə də yeri var. Buna İslam bir dənə ad qoyub, deyir şəhid. Niyə? Dəyəri əldən verməmək üçün sən ölsün belə, dünyovu dəyişsin belə, şəhid olursan və sənin məqamın ən üstün məqamlardan biri olur. Niyə bu dəyərləri verməyəsən deyə. Ona görə əzizlər, ailə elə bir dəyərdir ki, bu dəyəri qorumaq uğrunda, bu ailə institutunu qorumaq uğrunda insan canından belə keçməlidir, nəinki malından, nəinki sərvətindən. Quran-ı Kərimdə başqa bir ayədə buyurur Allah Teala, buyurur ailəni sarsıdan, ailənin təməl prinsiplərini sarsıdan bəzi nöqsanlar var, qüsurlar var. Ki, yuxarıdakı ayədə də biz o barədə oxuduq. 2 ayədə inşallah o məzmunda söhbət eləyəcəyik. Söhbətimizi o şəkildə davam elətdirək. Çünki bu mövzu elə bir mövzudur ki, bütün cəmiyyəti bürüyüb. Düzdür, mən istəməzdim bu mövzudan danışaq, amma bu cəmiyyətimizi əhatə elədiyinə görə və adiləşdiyinə görə, insanlar arasında kiçik baxıldığına görə mən istəyirəm bu mövzuda olsun bugünkü cümə günümüz. Və la təqrəbuz zina. Allah Teala buyurur, zinaya yaxınlaşma. Çox üzr istəyirəm. Zinadan deyir, uzaq ol. Olun, uzaq olun, kənarlaşın. Demra eləməyin. Deyir, uzaqlaşın. Hansısa bir cəmiyyətdə varsa oradan uzaqlaşın. Hansısa bir yerdə varsa oradan uzaqlaşın. Niyə haram məclislərdən deyir uzaq olun? Çünki orada bunlar var. Ki, Həzrəti Peyğəmbər salavatullah buyurur, hər üzvün özünün zinası var. Gözün zinası var. Ayağın zinası var. Əlin zinası var. Qulağın zinası var. Hər bir üzvün özünə uyğun haramı var, günahı var. Haram ona görə haramdır ki, oradan Allah demir o haramı tərk elə. Deyir, və la təqrəbuz zina, ora yaxınlaşma. O yerə yaxınlaşmasan. İnnəhu kana fahişətən və saə səbila. Çünki o çox pis sapqınlıqdır, pozğunluqdur və ən pis yoldur. Ən pis yoldur. Quran-ı Kərimdə oxuduğumuz ayədə Allah Teala buyurur ki, vəllezîne hum li furucihim hafizun. Möminlər o şəxslərdir ki, öz eyib yerlərini qoruyarlar. Allah Möminun surəsində ki, bayaq oxuduq, Möminun surəsində möminlərin xüsusiyyətini sayır. Neçə dənə xüsusiyyəti, sifətlərini sayır. Namazla başlayır, namazla bitirir. Namazdan sonra keçid edir insanın yaradılışına. İnsan belə yarandı, torpaqdan yarandı, gildən yarandı. Sonra biz onu nütfədən yaratdıq, sonra başqa bir mərhələyə keçid elədik. Sonra o nütfə çevrildi, laxtalanmış qana bənzər bir forma aldı.
Sonra o çeynənmiş ətə bənzər bir formaya düşdü. Sonra biz onu sümüyə çevirdik. Sonra o sümüyü ətlə örtdük, həmin ayədə buyurur Möminun surəsində. Və ondan sonra ona bir başqa bir yaradılış bəxş elədik. Sonra özün tərifləyir, deyir, nə gözəl yaratmışam. Eşq olsun yaradanların ən gözəlinə, ən üstününə. Möminlərin xüsusiyyəti namazla başlayıb, namazla bitirən Allah sonra insanın yaradılışına keçid eləyir, yaranmasın və yaranma formasını bizə çatdırır. Bizə demək istəyir ki, sənin namazın, ibadətin, itaətin sənin ömrünün bütün halın əhatə eləməlidir. Ona görə buyurur, onlar o insanlar ki, öz namazlarında daimidirlər. Daimi yəni nə? 24 saat səcdədə olur. Yox, 24 saat özün Rəbbinin dərgahında, qarşısında hiss edir, görür. Buna deyərlər namaz halı. Namazda özdə birinci Allah buyurur ki, namazda xuşu halındadılar. Yəni vəhdət təşkil eləyir onun cismi ilə ruhu. Məqsəd və məramı ilə cismi durub üzü qibliyə Allaha ibadət eləmək məqsədi ilə bütün fikri, zikri, düşüncəsi öz cismi ilə vəhdət və eynilik təşkil edir. Buna deyərlər insanın xuşu halı, namazda xuşu halı. Birinci bu ayə ilə başlayır. Axırda da buyurur ki, onlar ki öz namazlarını qoruyarlar, möminlər onlardır. Yəni bu cür namazı qoruyarlar. Digər xüsusiyyətləri sayandan sonra deyir. Yəni sənin təkcə namaz qılmağın da bəzən kifayət eləmir. Sən namazını qorumalısan ki, namaz səni düzəldə bilsin. Sən namazını qoruya bilməsin, namaz səndə heç bir irəliləyiş yarada bilməyəcək. Namaz səndə heç bir gözəllik yarada bilməyəcək. Həmin namazı mən də qılıram, Peyğəmbər də qılır. O gündən günə ucalırdı, mən gündən günə enirəm. Tənəzzülə uğrayıram. Səbəb nədir? Səbəb odur ki, Peyğəmbər namazın qılırdı, xuşu halındaydı və namazın qoruyurdu ki, namaz da onu ucaldırdı. Ailə də belədir. Ailəvi qoru ki, səni ucalsın. Dəyərlər də belədir. Dəyərlərə sadiq qal. Qoru dəyərləri, o dəyərlər səni zirvəyə yüksəlsin. İndi bir nəfər öz bayrağına hörmət eləməsə, hansı millət ona hörmət eləyər? Heç kəs hörmət eləməz. Deyər, bu öz dəyərinə sadiq qala bilmir. Bir nəfər öz dininə və dininin göstərişlərinə hörmət eləmirsə, hər hansı bir şəxs kim onun dininə hörmət eləyər? Heç kəs. Bir nəfər özünə hörmət eləmirsə. Niyə bəzi insanlar kiçilir, cılızlaşır? Bəzən insan təhqir olunur. Özü bəzən tələb edir bunu. Öz əməli ilə bəzən bunu istəyir. Ona görə deyirlər, insanın özün dəyişməsə, Quran buyurur. Bir cəmiyyəti Allah heç vaxt dəyişdirmir, düzəltmir müsbətə doğru. Həmin insanlar özlərini düzəltməyincə. İnsan özü özünə sadiq olmayınca heç kəs o insana sadiq ola bilməz. Özü özünə hörmət eləməyincə heç kəs ona hörmət eləməz. İnsan kiçilikdən, övladlarımız, balacalıqdan, onlar özlərinə dəyər verməsələr, onlar böyüsələr də 100 yaşları olsa da heç kim onlara dəyər verməyəcək. Ona görə xüsusən gənclərimiz bunu çox düşünsünlər, fikirləşsinlər ki, hər bir insan özünə dəyər verməlidir. Bilirsiniz hansı dəyəri? O dəyər ki, Allah insana verir. Allah o dəyərlə insanı istəyir uzalda. O dəyərlə insanı istəyir yüksəldə. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, 4 əməl var ki, hansı evə daxil olsa, o 4 dənə əməl, o 4 xüsusiyyət həmin evdən bərəkət götürülər və o ev məhv olar, xaraba qalar. Həmin ev xaraba qalar, məhv olar. Birinci xəyanətdir. Bu 4 xüsusiyyətdən, əməldən biri xəyanət. Bir evdəki xəyanət ola,
o evdə nə bərəkət olar, ruzi olar, nə də o ev formasına düşməz, o xaraba qalar, məhv olar. Gecə tezi var. Ola bilər 5 ildən yox, 15 ildən sonra olsun, amma olacaq, xaraba qalacaq. Xəyanət nədir? Xəyanət hər bir lazım olanı haqqı ödəməmək xəyanət sayılır. Məsələn, övladıva düzgün tərbiyə eləməsin, övladıva xəyanət eləmsən. Düzgün istiqamətləndirməsin, ona xəyanət eləməlisən. Övladı öz valideyninə valideyn kimi hörmət eləməsə, valideyn kimi dəyərləndirməsə, o dəyərə xəyanət edib. O dəyəri aradan aparıb. Heç bir zaman o övladın çəkisi olmayacaq. O övladın məqamı olmayacaq. Şan şöhrəti olsa, var dövləti olsa da, gələcək elə bir vəziyyətə düşəcək ki, gözümüzün qarşısında onlarla el insanları saymaq olar. Və hər birimiz müşahidə edirik. Kim ki öz valideynə dəyər verməyib, öz valideyninin hörmətin, ehtiramın tapdaq altına qoyub, o insan zaman gəlir, tapdalanır, əzilir. Niyə? Çünki o verməmişdi, o dəyəri qorumamışdı. İnsan niyə o dəyərlərə sadiq qalmalıdır? Çünki o dəyərlər insanı qoruyur. Niyə mən namazımı qorumalıyam? Çünki namaz məni ucaldır. Mənim işim düşəcəksə, o nərdivandan istifadə eləyəcəmsə, o nərdivanı niyə sındırmalıyam? O nərdivanı mən qoysam yağışın altında, qarın altında, günəşin altında, o çürüyəcək, məhv olacaq, mən ondan istifadə eləyəndə mən yıxacaq yerə. Dəyərlər də belədir. İnsan dəyərlərə sahib çıxmadıqca, qorumadıqca o dəyərlər onu çırpır yerə. Həzrət buyurur ki, birinci xəyanətdir. Hansı evə xəyanət daxil olsa, o ev xaraba qalmağa məhkumdur. İkinci vəssəriqə oğurluqdur. Bir evdə ki, oğurluq baş verir, görürsən övlad valideynindən, valideyn övladdan, həyat yoldaşı xanım kişidən, kişi xanımdan bu oğurluq baş verirsə o evdə nə bərəkət olmayacaq, nə də o ev bir ev olmayacaq, xaraba qalmağa məhkumdur. Üçüncü Həzrət buyurur ki, və şurbul xəmr, bir evdə şərab içilə, həmin o ev məhvə məhkumdur. Şərab, indi kənarda içsində, heç olmasa evdə içmədi. O evi məhv eləmə, o evi aradan aparma. Demirəm, get kənarda iç. Yəni, məsələn deyirəm, heç olmasa evdə eləmə. O evi deyir, bulaşdırma. O evi, bəzi evlər var ki, onlara mələklər daxil olmaz. Hədislərin birində buyurur, bir evdə ki, it var, o evə mələk daxil olmaz. Evin içindəki it saxlanılır, ora mələk daxil olmaz. Şərab olan evlərə mələk daxil olmaz. Yəni, səni qoruyan mələk də ora daxil olmaz. Sənin yaxşı işlərini apara bilən mələk də ora daxil olmaz. Pislikləri yazır, qeyd eləyir, onsuz da pisliklər ünvana çatdırılır. Çünki o yaxşı işləri aparmaq üçün o mələk ora gəlməlidir, amma gəlmir. Çünki orada maniyələr var, o mələyin gəlişinə mane olanlar var. Bir alimlərdən biri izah eləyir, deyir, yaxşı it olan evdən məqsəd nədir? Deyir, bəli, o it olan biz bildiyimiz itdir. Hansı evdə olsa mələk daxil olmaz. Amma insanın nəfsi, insanın ruhu qəlbi daha doğrusu. İnsanın qəlbində, üzr istəyirəm, həmin o itə aid olan mənfi xüsusiyyətlər, görsən adam var, acılıyır. Elə xüsusiyyəti elədir, eynidir. Acılayır insanları. Onun qəlbi ki, deyir, həmin xasiyyətdədir, o qəlbə heç vaxt mələk daxil olmaz. O qəlbi heç vaxt nuraniləşməz. Həzrəti Peyğəmbər salavatullah buyurur, üçüncü şərab içilən evdir. Bir evdə ki, şərab içilir, ora mələk daxil olmaz. Və
xaraba qalar o ev və bərəkət çəkilər o evdən. Və dördüncü buyurur və zina, o evdə ki zinakarlıq baş verə, o ev məhvə məhkumdur. Heç vaxt o evdə bərəkət olmaz. Həzrəti Peyğəmbər salavatullah Mövla Əli ibn Əbi Talib əleyhissalama tövsiyələrində buyurur. Buyurur, ya Əli, fizzina sittu xisal, 6 dənə xüsusiyyət var bu zinada. Ki bu 6 dənə xüsusiyyətin 3-ü dünyada baş verir, 3-ü ahirətdə. Fəəmməlləti fid-dunya fəyəzhəbu bil-bəha. Dünyada baş verən o 3 dənənin birincisi insanın abrını aparar. Bir nəfər o işlə məşğul olsa, fərqi yoxdur ya burada, kişi olsun, qadın olsun. Eynidir. Günahı da eynidir, haramı da eynidir, abır aparmağı da eynidir. Ola bilər cəmiyyətdə, bir cəmiyyətdə deyələr, bu kişidir, buna olar, belə şey yoxdur. O xanımın necə abrını aparır, məhv eləyir, o kişini də o vəziyyətə salır. Haram, günah onun da eynidir. Buyurur ki, onlardan biri budur, insanın abrını aparır dünyada. Və yuəccilul fəna, ikincisi, insanın ömrün qısaldar, azaldar. O insan az yaşayar. Bəzən çox yaşasa belə bərəkəti olmaz o insanın ömründə. Görərsən, biri 20 il yaşadı, ondan daha dəyərlidir. Biri görsən 100 il yaşayıb, amma o işlə məşğul olur. Onun dəyəri yoxdur. Bərəkəti yoxdur. Və yaqta'ur rizq, ruzisin kəsər. Ruzisi azalar. Bu əməl, bu iş insanın ruzisini azaldar. Və əmməlləti fil-axirə fəsu'ul hisab. Amma ahirətdə o 3 dənə var idi. Ahirətdə bu işi görənlərə 3 dənə ahirətdə pis, mənfi xüsusiyyət verilər. Onlardan birincisi onunla pis hesab kitab olunar. Bir var insanla sorğu-sual verəndə təbəssümlə sorğu-sual eləyəsən. Bir də var əbusən qəmtərira, qaşqabaqlı şəkildə. Cəhənnəmdə o sual verən mələklər var, hesab kitab günü, qiyamət günü. Ki cəhənnəm əhli olacaq o insanlar. Onların hesab kitabının ağırlığından çox onların siması və onların heybəti olacaq. Ki insanları qorxu içində saxlayacaq. İnsanları şiddətli şəkildə vəhşətə salacaq xüsusiyyət budur. Onların görünüşü insanları dəhşətə gətirəcək. Buyurur ki, onlarla çox pis hesab kitab olunacaq. Və səxətur rəhman, rəhman yəni Allahın, rəhimli olan Allahın qəzəbinə düçar olacaq ahirətdə. Allah onları xilas eləməyəcək, onları təskiyə eləməyəcək. Bir hədisdə buyurulur, bir nəfər zinakarlıqla məşğul olsa dünyada, Allah Taala onları təzkiyə eləməz. Təzkiyə bilirsiniz nə mənada deyir? Qiyamət günü. Təzkiyə hər hansı bir heyvanın kəsilməsidir, paçlanmasıdır. Məsələn, bəzi heyvanlar var ki, əti haramdır, amma o heyvanları Bismillahla kəssin, murdar olmur. Əti haramdır, yemək olmur, yemək olmaz. Amma Bismillahla kəssin o heyvanları, onun əti murdar olmur. Yəni, əlin ona yaş dəysə, paçlamağa ehtiyac yoxdur. Amma yemək olmaz. Deyirlər o Bismillah o heyvanın təzkiyəsidir, murdar olmaması üçündür. Ki, bəzən belə işlər olur. Qiyamət günü insanın təzkiyəsi bilirsiniz nədir? İnsan günahına görə müvəqqəti cəhənnəmdə qalıb, sonra cənnətə daxil olacaq. O cəhənnəmdə qalacaq, o bir müddət, məsələn 5 il, 10 il, 3 il günahına görə o cəzasını çəkəcək, ona deyərlər təzkiyə. Buyurur, zinakarlıqla məşğul olan insanın təzkiyəsi yoxdur. Və ardıca buyurur, vəl-xulud finnar, əbədi cəhənnəmdə qalacaq olar. Ki, dünyada əgər həqiqi tövbə eləməsə o insan, o işi görüb həmin insan və o işdən uzaqlaşmasa, tövbə eləyib, dünyasını dəyişməsə, onun təzkiyəsi yoxdur. O əbədi cəhənnəmdə qalacaq.
İmam Sadiq əleyhissalam buyurur: "Əz-zunubul-lati təhbisur rizq əz-zina." İnsanın ruzisini həbs eləyən günahlar bilirsiniz hansıdır? Buyurur zinakarlıqdır. İnsanın ruzisini həbs eləyir. İmkan vermir insana ruzi yetişə. Yenə də deyirəm, bu göz zinası da ola bilər, qulaq zinası da ola bilər. Hər bir üzvün özünün haramı var, günahı var. وجدنا في كتاب رسول الله صلى الله عليه وآله وسلم إذا ظهر الزنا من بعد كثر موت الفجأ. Hazreti İmam Baqir əleyhissalam buyurur Peyğəmbərin kitabından bizim əlimizə çatdı ki, yəni Peyğəmbərin sözləri, Peyğəmbərin hədisi bizə gəlib çatıb, Həzrət belə buyurur elə ki məndən sonra bu günah, bu zinakarlıq baş alıb gedəcək, qəfil ölümlər çoxalacaq. Qəfil ölümlər çoxalacaq. İnsan baxır deyir, niyə bu qədər ölüm var? Niyə bu qədər insanlar? Niyə bərəkət yoxdur? Gedirsən, işləyirsən, gətirirsən, qazanırsan, bərəkət yoxdur. Gecə gündüz əziyyətdəsən, amma bərəkət yoxdur, çəkilib. Niyə çəkilib? Nə dəryalarda, dənizlərdə bərəkət yoxdur. Nemətlərin vəxş eləyə bilmir, balıqları, filanları. Nə quşlarda bərəkət yoxdur ki, gedib quş vurasan, gətirəsən, yiyəsən. Nə o biri işlərdə, nə bu biri işlərdə. Toyuqda, düzədə bərəkət yoxdur. Mal-qarada bərəkət, heç nədə bərəkət qalmayıb. Deyir, bunlar məndən sonra zaman gələcək, bu günahlar çoxalanda qəfil ölümlər çoxalacaq və bərəkət çəkiləcək. Ala kulli nəfsin min bəni Adəm kutibə hazzun minəz-zina ədrəkə zalik la muhalə. Hər bir üzvün özünün günahı var. Əldir, ayaqdır, gözdür, qulaqdır, dildir. Bunlar hamısı günah eləyir. Bunlar hamısı həmin günahı eləyir. Ona uyğun müqəddimələrdə iştirak eləyirsən. Elə ona görə Allah Taala Nur surəsində 2 ayədə buyurur. Nur surəsi 30 və 31-ci ayələrində. Buyurur: "Qul lil mu'minin yağuddu min absarihim və yahfazu furucahum. Zalika azka lahum." Buyurur ki, ey peyğəmbər, mömin kişilərə de ki, gözlərin haramdan saxlasınlar, yumsunlar. Biraz gözün nurun azaltsınlar. Yağuzu nuru azaltmağa deyərlər. Yəni gözünü sən görsən yığırsan. Ona deyərlər yağuzdur. Yaxını görmək üçün. Haram görəndə gözünü yığırsan, azacıq yumursan, yaxını görürsən, ayağının altını görürsən. Buyurur, mömin kişilərə denən gözlərin biraz nurun azaltsınlar. Və yəhfəzu furucəhum. Və öz eyib yerlərin haramdan qorusunlar. Zalikə əskaləhum. Bu onların paklığına görədir. Bu onların təskiyəsinə görədir. İnnallaha xabirun bima yasnaun. İlahi, mən gözümü çox açmışam, başqa şeyə baxmıram. Yolu görmək üçün. Deyir, Allah bilir onu, sən narahat olma. Sən niyə gözünü açmısan, onu bilir. Sən fırlatma o tərəfə, bu tərəfə. Demə ki, ilahi, mənim məqsədim filan idi, yozum eləmə. Çünki Allah görür, bilir. Xəbirun bima yasnaun. Sizin elədiklərinizin hər birin Allah bilir, xəbərdardır. Buna deyərlər kişinin hicabı. Kişinin hicabı nədir? Onun göz qapağı. Hər yerə baxmaq olmaz. Hər tərəfə baxmaq olmaz. Allah gözü yaradıb baxmaq üçün. Bəli, amma halallara baxmaq üçün. Haramlara yox. Allah dili yaradıb danışmaq üçün. Amma lazım olanları, halalları, icazəli olanları danışmaq üçün. Allah qulağı yaradıb eşitmək üçün, dinləmək üçün nəyi
icazəli olanları dinləmək üçün, eşitmək üçün. Hər hansı bir üzvü yaradılışı istiqamətində istifadə eləməmək ona israf eləmək deməkdir. Onu məhv eləmək deməkdir. Allah kişilərə deyəndən sonra müraciəti, sonra Peyğəmbərə buyurur, ey mənim Peyğəmbərim, və qul lil mu'minat yəğdudna min əbsarihinnə və yəhfəznə furucəhünnə. Ey Peyğəmbər, möminə xanımlara da de, onlar da gözlərinin işığını biraz azaltsınlar. Onlar da hər tərəfə baxmasınlar. Onlar da haram olan yerlərə baxmasınlar, haram olan istiqamətlərə baxmasınlar. Və yəhfəznə furucəhünnə, və onlar da öz eyiblərin qorusunlar, eyib yerlərin qorusunlar. Günah eləyəcək üzvlərin qorusunlar. Ki bu ayədən məqsəd birbaşa insanın zinadan uzaqlaşdırmaqdır. Allah Teala buyurur. Mən istəmirəm, bu ayələr geniş ayələrdir məna etibarı ilə. O mövzulara daxil olmaq istəmirəm. Amma bir-iki istiqaməti, bir-iki məsələyə işarə edib inşallah sözümü yekunlaşdıracağam. Buyurur, və la yubdinə zinətəhünnə illa ma zəhərə minha. Mömin xanımlara de, öz zinətlərin örtsünlər, aşkar eləməsinlər. Aşkarda qalmaq icazəsi olan yerlərdən başqa, yəni üzlər, üz, əllər. Bunlardan başqa zinətlərin örtsünlər. İndi bir qrup deyir, Allah xanımlara zülm verir, deyir örtünün. Qadınlara deyir örtünün, hicab bağlayın. Amma oxuyan yoxdur bu ayəni. Allah bu ayədə nə deyir? Hansı kəlmələrdən istifadə edir? Bilirsən, insan bir Qurana baxar, nəsə öyrənmək üçün. Bir də var ki, nəsə səhv tutmaq üçün. Səhv tuta bilməz. Özünə görə belə fikirləşə bilər. Düzdür, bu öz yerində. Səhv tapa bilməz. Yəni, ağıllı bir insan Qurandan baxıb, hansı məqsədlə baxsa səhv tapa bilməyəcək. O öz yerində. Eynilə dinləmək də belədir. Adam var, görürsən, birini dinləyər, nəsə öyrənmək üçün, amma başqa bir şəxs dinləyər, görün bu nə səhv deyəcək, bir dənə kəlmə görün, səhv hansısa bir səhvi buraxacaq, o səhvdən yapışım və o nöqsandan, qüsurdan yapışım, başlayım ona töhmət vurmağa. Bu cür insanlar var. İndi bu ayəyə insan beynin təmizləsə, başqa əlavə fikirlərdən, düşüncədən, təəssübkeşlikdən, hər hansı bir əlavə bilgi və məlumatdan təmizləsin, gəlsin, baxsın Quran-ı Kərimdə bu ayənin quruluşuna. Buyurur, və la yubdinə, aşkar eləməsin, zinətəhünnə, öz zinətlərini, illa ma zəhərə minhə, onlardan aşkarda olan yerlərdən başqa. Nəyi aşkar eləməsin? Zinətlərin. Yəni bir xanım baxa bu ayəyə Allaha xüsusi minnətdar olmalıdır. Ki, ilahi, sən məni zinət hesab edirsən. Başdan ayağa məni zinət hesab edirsən. Amma kişilərə demədi o sözü, demədi, kişilərə de ki, filan eləsin, o zinət deyir, yox, sən heç, sən gözünü bağla, göz qapaqlarına sahib çıx, öz eyib yerlərini qoru, bəsindir, başqa iş görmə. Xanımlara buyurur, sən də göz qapağını biraz bağla, hər yerə baxma, öz eyib yerlərini haramdan, günahdan qoru və zinətlərini aşkara çıxartma. İlahi, mənim zinətim deyirsən, bütün vücudun zinətdir. Sən başdan ayağa zinətsən. Peyğəmbərin nazil, Quranın nazil olduğu, Peyğəmbərin Peyğəmbərliyə seçildiyi bir dönəmdə, bilirsiniz hansı dönəm idi? Elə bir dönəm idi ki, xanımların heç bir dəyəri yox idi həmən dönəmdə. Xanım deyəndə, qadın deyəndə hamı əzirdi, tapdalayırdı.
Xanımın nə hüququ ola bilərdi həmən zaman? Həmən dönəmdə Allah deyir xanımlara, siz başdan ayağa zinətsiz. Sən evi, eşiyi zinətləndirmək istəyirsən, bir ailə qur, bir xanımı al, gətir evə. Sənin evin oldu zinətli. Bəzəndi sənin evin. İndi zinəti, demirəm zinəti artır, bir dənə zinət bəsdir. Aldın, gətirdin evə, sənin evin oldu zinətli. Gör Allah qadına nə qədər məqam verib, nə qədər əzəmət verib ki, onu başdan ayağa zinət hesab edir Allah. Bir nəfər bunu fikirləşmir, demir ki, ilahi, minnətdaram, ayrıca buna görə şükür eləyirəm ki, sənə, sən mənə deyirsən ki, başdan ayağa mən zinətəm, zər zibayam, başdan ayağa mən qızılam. Qızıl nədir ki? Qızıl dəyərsizdir mənim yanımda, sən məni belə bir zinət hesab eləyirsən. Bunu deyən yoxdur, bunu fikirləşən yoxdur. İndi bir qrup insandır, feministlər filanlar çıxıb ortalığa. Yox, qadın haqları, hüquqları filanları. Amma Allah deyir, yox. Qadının hüququ budur ki, qadın kişidən də hətta üst mövqeydə dayana bilir. Qadın kişi böyüdür, kişi hazırlayır. Övladı olur bir kişi, cəmiyyətə elə bir kişi övlad yetişdirir, verir, həmin o qadın buna qadirdir. Qadını reklamlar üçün hər hansı bir ucuz dünya malının müqabilində qadının məqamın, abrın, ismətin kiçildəsən, bu yaraşmır qadına. Allah bunu demək istəyir. Allah demək istəyir ki, qadını əgər bu işlərdə alət eləsin, o qadın dəyərini itirəcək. O qadın müqəddəsliyin itirəcək. Qadın istismarçıları cəmiyyətdə daha çox rəvac tapacaq, yayılacaq bu işlər. Deyir, yox, qadını öz düşüncələrinizdə, öz fikirlərinizdə alətə çevirməyin. Sən nə bilirsən qadının məqamı nədir? Qadın xanım Məryəm kimi, xanım Zəhra kimi Allah Teala barələrində surələr nazil elədi. Dedi, qadın budur. Özdə həmin dönəmdə dediyim kimi, bir nəfərin qız övladı olsaydı, ya utandığından o qız uşağın aparırdı, bastırırdı, diridir torpağa, dəfn edirdi. Ki, mən də xəcalət çəkirəm də qız uşağım var. Ya da ki, özü çıxıb getirdi, o cəmiyyətdən uzaqlaşırdı ki, cəmaatın içinə mən necə çıxacam, mənim qızım dünyaya gəlib. Xəcalət, rüsvayçılıq. Bu dönəmdə Allah Peyğəmbərə xanım Zəhranı verdi. Qarşıdan Həzrətin Mövlud günü gəlir. Şəhadət günləri keçdi. Ona bəxş eləyəndə xanım Zəhranı buyurdu ki, biz sənə Kəvsər verdik. Elə bir tükənməz bir bulaq verdik, hovuz verdik ki, onun gözəlliyi, onun hikməti, onun əzəməti, iffəti, abrı, həyası bütün cəmiyyətə nümunə olacaq. Biz sənə xanım Zəhranı verdik. Buyurur ki, və la yubdinə zinətəhünnə. Ey Peyğəmbər, xanımlara de, öz zinətlərin gizlətsinlər, örtsünlər. Onlar zinətdilər. Onlar başdan ayağa gözəllikdilər. O gözəllikləri dünyanın dəyərsiz şeylərinin müqabilində aşkara çıxartmasınlar. İndi bu Allahın verdiyi dəyər. İndi feministlər nə deyir? Deyir, hə, qadın azad olmalıdır, filan olmalıdır. Qadın da getməlidir, işləməlidir, bəli işləməlidir. Bunu kim deyir ki, işləməsin? Bunu Quran da deyir, hədis də deyir. Xanım Zəhranın barəsində də var. Quran-ı Kərimin ayələrində də var ki, xanımlar və kişilər halal ruzi qazanmaq barədə söhbət düşəndə xanımlardan da danışır, kişilərdən də danışır. Deyir, hamı kimin nə vəzifəsi var, onu icra eləsin. İndi xanımın azadlığı, müstəqilliyi ancaq və ancaq onun işləməyinə bağlıdır.
Getsin işləsin də, burada nə problem var? Burada nə qəbahət var? Madəm problem buradadır, amma sənin problemin orada deyil axı. Sən orayla kifayətlənmirsən. Görürsən yavaş-yavaş xanım başlayır kişidən icazəsiz gedir, gəlir. Həyat yoldaşın yavaş-yavaş bir insan kimi hesab eləmir. Mərhələ-mərhələ görürsən kiçik bir məsələnin üstündə ailənin təməl prinsipləri silkələndi və o ailə dağıldı. İndi bir ayda, 2 ayda ailə qurublar bunlar. Öyrəşə bilmədik. Bir aydan sonra öyrəşə bilmirlər. Alınmadı bizdə, öyrəşə bilmədik, uyğunlaşa bilmədik. Qardaş, 30 il bir damın altında bir valideyndən dünyaya gələn iki qardaş bir-birinə öyrəşə bilmir 20-30 il ərzində. Sən bir aya öyrəşəcəksən. Bir aya öyrəşməlisən. Sən onun eyiblərin gizlədir, o sənin eyiblərini gizlətsin. İndi valideyn gəlib çıxış eləməlidir burada. Böyük kimi öz sözün deməlidir. Nə deyir? Eşitdiklərinizi, gördüklərinizi. Mənim qızıma zülm olunur. O biri tərəf deyir, mənim oğlum filan. İndi hansı tərəfdə günahısı fərqi yoxdur. Bu da o tərəfi qınayır, o da bu tərəfi qınayır. Məsələ münaqişə şişir, gəlir ailə dağılır. Sonra həmin xanım gedir. Zəhmətlə, əziyyətlə, min cür zəhmətə qatlaşır, əziyyətə qatlaşır. Halal çörəyin qazanır, kimsə demir qazanmasın. İndi burada ən böyük problem və çətinlikləri yaşayan övladlardır. Bir övlad, 2 övlad qalır ortalıqda. Ata və ana nəvazişindən, qayğısından məhrum olur övladlar. Bilmir hansı tərəfə getsin, necə getsin. Ata ilə qalsa, ana nəvazişindən məhrum olur. Ana ilə qalanda ata tərəfdən məhrum olur. O insanda bir travma yaranır. Həmin o travmalar zaman keçdikcə qabarır və o gəlir bu yaşa çatanda o da onlar kimi düşünür. O da onlar kimi fikirləşir. Və heç bir zaman o insanın psixoloji cəhətdən baxışları birləşdirmə rolunu oynamır. Hegemonluq rolu oynayacaq daim. Ancaq mən eləməliyəm, filan eləməliyəm. Özün görəcək öndə. Həmin o yaşadıqların başlayacaq cəmiyyətə verməyə, bəxş eləməyə. Bu qüsurlar, bu nöqsanlar bütün cəmiyyəti əhatə eləyəcək. Bunun üçün deyilir ki, deyilir, kişilər, xanımlar bir-birinə qarşı məhəbbətləri olmasa belə, mərhəmətləri olsun. Quran-ı Kərim ona görə buyurur bu sadə ifadəni. Biz dəfələrlə demişik bunu. Quran buyurur ki, biz onların arasında məvəddət və rəhmət qoyduq bir-birinə qarşı. Niyə məvəddət və rəhmət? Sevgi əgər tükənsə, aradan getsə, o rəhmət onları parçalanmağa, ayrılmağa qoymasın. O rəhmət onları birləşdirsin. O mərhəmət hissi onların qəlblərində qalsın. O mərhəmət hissi birinci özlərinə və övladlarına qarşı olsun. Bütövlükdə bu ailə institutun yavaş-yavaş, mərhələ-mərhələ sən qorumuş sayılacaqsan. Yox, elə ən kiçik münaqişədə, ən kiçik məsələdə belə hamı da yığılışacaq ətrafdan, hərə bir söz deyib, biraz da parçalayacaq, biraz da qızışdıracaq, aləm qarışacaq bir-birinə. O ailə də, övladlar da, cəmiyyət də onun təsiri altına düşəcək və nəticədə insanların baxış səviyyəsi dəyişəcək. Necə ki, zaman var idi, harama, günaha baxanda Həzrəti Peyğəmbər salavatıllaha gəldilər, dedilər, xəbər çatdı ki, filan şəxs, üzr istəyirəm, zinakarlıqla məşğuldur. Peyğəmbər salavatullah çağırdı onu Mədinə şəhərində. Çağırdı, ona nəsiyyətlər elədi, töhmət vurdu və onu şəhərdən kənarda, biraz kənar yerdə bir yer var, ora göndərdi. Dedi, get sən orada yaşa, bu şəhərdə yaşama. Bu şəhərdə sən günahı yayma.
Adiləşdirmə bu günahı. Bu pisliyi burada yayma. Bu pisliyi insanların gözündə sadələşdirmə, adiləşdirmə. Çünki mərhələ-mərhələ pislik yayılır. 23 il ərzində Peyğəmbərin yığdığı, düzəltdiyi, nizam-intizama saldığı o cəmiyyəti istəyirdilər elə belə işlərlə yavaş-yavaş, necə ki, sonrakı dönəmlərdə yavaş-yavaş, mərhələ-mərhələ başladılar öz məcrasından çıxartmağa. Quranda bu ayə ilə sözümüzü tamamlayaq. Allah Teala Quran-ı Kərimdə buyurur: "Bəla təttəbi'u xutuvatiş şeytan." Şeytanın addımlarını izləməyin. Niyə deyir şeytanın addımlarını izləməyin? Çünki şeytan birdən-birə heç kəsi yoldan çıxartmır. Mərhələ-mərhələ, addım-addım, yavaş-yavaş, aldada-aldada. Bugün sən müstəhəb işlərdən uzaqlaşa bilərsən, sabah məkruh işlər görə bilərsən, növbəti gün kiçik haramları icra eləyəcəksən, sonra kiçik haram işləri davamiyyətli icra eləyəcəksən, sonra yavaş-yavaş sənin gözündə haramlar adiləşəcək, keçəcəksən böyük haramlara, böyük günahlara, ondan sonra başlayacaqsan Allahın hökmlərini sorğu-sual eləməyə və Allahı qınamağa və sonra başlayacaqsan elə Allahı inkar eləyəcəksən, sonra və sair və ilaxır. Heç kəs birdən-birə nə müşrik olmayıb, nə kafir olmayıb. Heç kəs birdən-birə böyük günahlar icra eləməyib. Heç kəs birdən-birə abırdan, həyadan məhrum olmayıb.